Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. Biz təcvid elmi ilə bağlı olan silsiləvi dərslərə davam edirik və çalışacağıq ki, bu dərslərdə əsas məzmunu ötürə bilək. Yəni, məqsəd burada müxtəsərlik və qısalığı qorumaqdır. Yəni, geniş şərhə, geniş izaha gedməmək. Hətta insanlar üçün asan da olsun. Çünki hər bir işin asanı, onun öyrənilməsi üçün ən böyük vasitədir. Ona görə azdan, asandan başlamaq öyrənənlər üçün ən gözəl, ən faydalı yol sayılır. Təbii ki, birinci müəllif hərfin məxrəclərini gətirib. Hərfin məxrəcləri, yəni hərfin hardan çıxdığı, hardan xaric olduğu yerdir. Və məxrəc sözü də elə çıxmaq feilindəndir, xaraca feilindəndir. Məxrəc, yəni çıxılan yer. Ərəb dilində hərfin çıxdığı yerə məxrəc deyirlər, təcvid elmində. Və hər bir hərfin də özünə uyğun məxrəci var. Yəni, olmaz ki, bir hərfi başqa bir məxrəcdən çıxartmaq. Və o zaman o hərfin haqqını vermirsən. Biz bundan əvvəlki dərsimizdə qeyd etdik ki, təcvid, yəni hərfin haqqını verməkdir. Hərfin haqqını verməkdir, o da düzgün oxumaqla haqqı verilir. Yəni, alimlər gətiriblər ki, ərəb dilində 28 dənə hərf var. Biz ərəb hərflərini öyrənəndə qeyd etdik bunu. Və 17 dənə məxrəcdən tələffüz olunur bu hərflər. Və bu göstərir ki, bir məxrəcdən bir neçə hərf xaric ola bilir. Çünki məxrəclərin sayı, hərflərin sayı qədər olsaydı və məxrəclərin sayı, hərflərin sayından çox olsaydı, və o deməkdir ki, yəni bir hərf bir neçə məxrəcdən çıxa bilir və ya hər hərfin öz məxrəci var. Lakin görsənən budur ki, 17 məxrəcin olması, yəni hərflərin, yəni elə hərflər var ki, bu hərflər eyni məxrəcdən çıxırlar. Və bu tələffüz forması yəni müxtəlif yerlərdən xaric olur. Bu tələffüz müxtəlif yerlərdən çıxır və hərfin həqiqi forması, səsləndirilməsi hasil olur. Təbii ki, bu yerlər, hansı ki məxrəclər, bunlar 5 dənədir. 5 dənədir. Biz bugün ikisinə toxunacağıq. Birinci, əl-cəvf. Cəvf, yəni boşluq deməkdir. Cəvf sözü boşluq deməkdir və qarnına da cəvf deyirlər. Yəni, insanın qarnı boş bir yerdir və ya hansısa bir boşluğa da cəvf deyirlər ərəblər. Lakin təcvid elmində o ağız boşluğuna deyilir. Yəni, ağız boşluğundan çıxan hərflər. İkinci, əl-həlq. Həlq boğazdır, boğaz hərfləri. Üçüncü, əl-lisən, dil hərfləri. Yəni, dillə əlaqə o hərflərdə çoxdur və çıxış yeri dillə əlaqəlidir. Və həmçinin dördüncü, əş-şəfətən, yəni 2 dodaq və əl-xayşum, burun. Bunlar məxariclərdir. 5 məxrəc, bunu təcvid öyrənənlər əzbərləsin. Ən birinci cəvf, sonra həlq, sonra lisən, sonra şəfətən, sonra xayşum. Və bugün toxunacağıq cəvfla həlqa. Ən birinci bilmək lazımdır ki, cəvf, yəni ağız boşluğunda olan bir məxrəcdir. Ağız boşluğunda olan bir məxrəcdir. Buradan əsasən mədd hərfləri çıxır. O da vav, əlif, bir də yədir. Yəni, tərtiblə əlif, vav, yə. Yəni, bizim səsləndirməmizdə ə, i, u, i və bu səslərdir. Bunlar bir hərəkə miqdarında uzadılır. Təbii ki, mədd hərfi olduğuna görə, uzatma hərfi olduğuna görə və ağız boşluğundan çıxır. Yəni, heç bir sıxıntı keçirmirsən və heç bir dil və ya dodaq və ya işlətmirsən və ya burun
xayşum işləmir orada. Deyirsən ə, i, u. Yəni ağız boşluğundan sanki lap dərindən gəlir. Tam, yəni sinədən gəlir ağız boşluğundan çıxır. Məsələn deyirsən ki, ə, burada heç bir yəni dilin və ya dodağın və ya burnun funksiyası yoxdur. Və bu hərflər 3 dənə mədd hərfidir. Əlif, vav və ya. İkinci isə həlqdir. Həlq boğaz deməkdir. Boğaz hərfləri. Və boğaz özü də yəni 3 məxrəcə bölünür. Boğazın özünün də 3 məxrəci var və oradan 6 da hərf çıxır. Yəni hər məxrəcə 2 hərf düşür. Boğazın hərfləri 6-dır və 6 hərf hərəsi boğazda olan 3 məxrəcin 3 məxrəcdən çıxır, yəni 2-2-yə bölünərək. İkisi bir yerdən, ikisi bir yerdən, ikisi isə o birisi yerdən çıxır. Birinci məxrəc aksəl halqdan çıxanlar. Boğazın sonudur. Həmzədir və hədir. Həmzədir və hədir. İkinci vasatul halq, boğazın ortasından çıxan hərflər ayndir və hədir. Ayndir və hədir. Hə, Fatihə surəsində Elhamdülillah'da olan hədir. Amma aksal hərfdən çıxan hə, o qul huvallahu əhəddə olan hədir. Demirsən qul huvallahu əhəd, deyirsən qul huvallahu əhəd. Və demirsən ki elhamdülillah, deyirsən elhamdülillah. Çünki hə burada boğazın ortasından çıxır. Boğazın ortasından çıxan iki hərf ayn və hədir. Üçüncü məxrəc isə boğazın ən yuxarı hissəsindən, yəni dilə yaxın olan hissəsindən çıxır. Bu isə qayn və xa hərfidir. Qa və xa. Bunlar da boğazın ən, yəni ağıza ən yaxın olan hissəsi və dilə ən yaxın olan hissəsindən xaric olur. Amma dil özü böyük bir hərfləri əhatə etdiyinə görə inşallah onu gələn dərsə müstəqil saxlayacağıq və onun barədə də müəyyən qədər danışacağıq. Allah Teala'dan istəyirəm ki, Allah Teala eşidənlər üçün faydalı etsin. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.